Əzizlərim, gəlin bu bölgədə bir bitki ilə sizi tanış eləyim. Faydalı bitkilərimizdən biridir, təbiətimizdə tanıyın. Demək, bu gördüyünüz bitki dalaq otu, elmi latın adı Theoricum chamaedris. Qızdırma salıcı, bədəni qüvvətləndirici, ishal əleyhinə, iştah açıcı, nəfəs darlığını aradan qaldırıcı, öskürəyə qarşı, mədə bağırsaq problemlərində istifadə olunur. Dalaq otu çox gözəl də qoxusu var. Baxın, çiçəklərindən diqqətlə baxsanız tanıyarsınız. Bu bitkinin yaxın əqrabası da budur. Məryəm otu da deyilir, qısa mahmud otu da deyilir. Elmi latın adı Theoricum poliumdur. İkisi də Theoricum ailəsinin üzvləridir. Bax, bunlar eyni təsirləri göstərirlər dalaq otundan. Amma bu bitki bir tık fərqli təsirlər göstərə bilir. Qanda şəkər nizamlayıcı, şəkərin insan orqanizmində yaratdığı fəsadları aradan qaldıran bir bitkidir. Beynəlxalq səviyyədə qorunan Mərkəzi Tibb Kitabxanasında klinik araşdırmaları da var. Demək, yenə də qadın problemlərində də bu bitki dalaq otundan əlavə üstün götürülür. İkisi də, belə deyək də, bacı-qardaş bitkilərdir. Theoricum polium və Theoricum chamaedris. Gözəl bitkilərdir. Baxın, burada da var. Eyni. Və burada da kom şəklində canlanıb. Gedək gəzintimizə davam edək. Bilmirəm, səsim necə eşidilir, ətrafdan çay axır deyə. Danışığım necə eşidilir, bilmirəm. Ətrafda çay var.